Salam değerli dostlar, xoş gördük hər birinizi əziz dostlar. Daha bir vətəndaş müraciətini mən siz değerli izləyicilərin eyni zamanda adətli qurumların diqqətinə çatdıracağım dostlar. Qayıbov Alı Ağstafa rayonundan müraciət göndərib, adam əlillərin bərpa mərkəzinə müraciət edib, adamı əlillərin bərpa mərkəzində bədbəxt ediblər. 3 ildir adam yer xəstəsidir, yataq xəstəsidir. Adam deyir, mən sağlam, yəni öz ayağımla getirmişəm əlillərin bərpa mərkəzinə, ömürlük əlil geri qayıtmışam. Baxaq görək, Qayıbov Alı Ağstafa rayonundan göndərdiyi müraciətdə nə deyir, kimə müraciət edir? Salam Elnur müəllim. Mən Qayıbov Alı Ağstafa rayonundanam. Birinci qrup əliləm, yataq xəstəsi. 2023-cü ildə aprel ayında bizi Səhiyyə Sosial Müdafiə Nazirinin nəzdində olan bərpa mərkəzinə, əlillərin bərpa mərkəzinə çağırdılar müalicə üçün. Orada masaj, fizioterapiya, bir də idmandır müalicəmiz. İdman zalına apardılar, orada idman elətməyə. Oranın idman elədən uşaqlar nəsə onların səhlənkarlığı yüzündən ayağım topuqdan 2 yerdən qırıldı. 2 gün qaldım, temperaturum qalxdıq. Taksi çağırdım rayondan, gəldi məni, qayıtdıq evə gəldik. Renginə düşdüm, dedilər topuqdan 2 yerdən qırılıbdır. Məlumat verdim nazirliyə, onlar da söz verdilər ki, müalicə elədəcək, qutaracaq, arxamdayıq, əmri bəri. Məni qoymadılar heç bir yana şikayət müzad eləməyə, məni aldatdılar. İndiyənə qədər ayağım bitişməyib, qırıqdır, bövrəklərimdə problem əmələ gəldi, mədə bağırsağımda problem əmələ gəldi, qarnımı sidik kisəmi əməliyyat edilər, qarnıma kaseter qoydular, indi pis vəziyyətdəyəm. Sosial Müdafiə Nazirliyi ilə xahiş edirəm, komissiya gəlsin, evimdə yoxlasın. Mən yəni əl arabasına da minə bilmirəm, məhrum olmuşam əl arabasından arxası üstə. 3 ildir mən arxası üstə yatıram, pis vəziyyətdəyəm. Xahiş edirəm, bunu işıqlandırın, bəlkə yatmış vicdanları oyana, məni müalicə elətdirərlər. Mən onlardan heç nə istəmirəm, ancaq müalicə istəyirəm. Mənim ayağımın qırığını müalicə elətsinlər. O ayağımı arxa üstə yatmaqdan bövrəyimdə, mədə bağırsağımda, qaraciyarımda problemlər əmələ gəlib, bütün orqanlarım yatıb. Devlət xəstəxanalarının birinə yerləşdirsinlər, məni müalicə eləsinlər. Mən pis vəziyyətdəyəm. Mən prezidentə müraciət eləmişəm, Mehriban xanıma müraciət eləmişəm. Mən Sosial Müdafiə Nazirliyinə müraciət eləmişəm. Heç maraqlanan, yəni bu işlə maraqlanan yoxdur. Mənim də vəziyyətim gündən-günə pisləşir. Belə bu vəziyyətdəyəm. Mən qalmışam evdə, pastildə, arxası üstə. Gözlərim zəifləyib, qulağım ağırlaşıb, bütün orqanlarım yatıbdır. Belə pis vəziyyətdəyəm, nə bilim, valla. Mən müalicəmi istəyirəm, başqa heç nə istəmirəm. Mənə aparsınlar, müalicə eləsinlər. Mənim 67 yaşım var, mənim barmaqlarımda oynadırlar. Zəng eləyirəm, telefonu üzümə qapadırlar. Belə qalmışam evdə, əsəblərim pozulub, 16 ildir. Mən 16 ilin yataq xəstəsiyəm, mən onurğa travmasından, onurğam qırılıbdır 16 ildir. 16 ilin xəstəsiyəm, ayağımı da apardı, bunlar qırdı Bakıda bərpa mərkəzində. İndi qalmışam lap pis vəziyyətdə. Əvvəllər idman eləyirdim, əl arabasında, qapımda, bacamda hərlənirdim. İndi hər şeydən məhrum olmuşam, ancaq pastildə, arxası üstə, arxası üstə. Sağ olun, Allah sizə can sağlığı versin, ömrünüz uzun olsun. Belə değerli dostlar, Ağstafa rayon sakininin də müraciətini ictimailəşdirdik. Adam yataq xəstəsidir, adam sağlam gedir, öz ayaqları ilə gedir, ömürlük şikəst geri qayıdır. Yayımımızı beğenin, paylaşın, kanalımıza abone olun. Sağ olun, sağlıqla qalın.